Mən bir çox əslində uğuru biraz ehtiyacla əlaqələndirirəm. Yəni indiki dövrdə baxdığım çox sferada ümumiyyətlə baxıram ki, ehtiyacdan irəli gələn uğurlar elə bil ki, daha çoxdur. Yəni insanlar rahat yaşayanda, rahat hər şey istədiyi kimi olanda, istədiyi vaxt əldə edə biləndə heç bir məqsədlərimi olmurmu deyim, bir uğur əldə edəcək bir ehtiyac olmursa elə bilirəm ki, uğurlu da olmaq bir istəyi olmur. Amma daha çox elə bilirəm ki, bu ehtiyacdan irəli gəlir. Bu dəqiqə hər şeyi olan, hər şeyi valideyn tərəfindən necə deyim, təmin olunan uşaqlar uğurlu olmaq haqqında heç nə düşünmür. Elə bilir hər zaman belə olacaq, hər zaman elə valideynlər çalışıb onların hər istədiyini yerinə yetirəcək. Onlar da ömür boyu belə rahat həyat yaşayacaqlar. Amma məsələn belə baxanda kənddə, rayonda bir çətinlikdə böyüyən uşaqlar daha çox oxumağa, daha çox o çətinlikdən çıxmağa can atırlar və uğurlu da olurlar çoxsu. Yəni mən çox belə insanlar tanıyıram.